Kokteylin qiymətini qaldırırıq 2 manata. Yox əzəmcan, qaldırmayaq. Qoy elə 1 manat 50 qəpiyə deyək. Ha niyə? Qoy hamı gəlib içə bilsin də. Ha qardaş 1 manat 50 qəpikdən sənə nə qədər? 2 manat ilə qardaş sən də evdə çörək yapar da. Qardaş, mən xeyir-dua aparıram da evimə. Allah bərəkət versin. Xeyir-duanla doymaq olmur da. Qardaş xeyir-duanı niyə sən aparıb evə? Yığıram buradan o duaları, yığıram salafanəsini, aparıram. Axşam biz də o dualarla qidalanırıq qardaş. Bir dənə kokteyl çək dostlar. 1 manat 50 qəpiyə. Süz mənim üçün zəhmət olmasa. Bismillah. Bəh, 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 bəh. Buna baxaysan, Çox möhtəşəm dadı var. İçində olan meyvələr xüsusi bir dada gətirir bu kokteyli. Məncə baxmayın, yağış yağır. Gəlin bu kokteyldən için.